Qazaxda 2 nəfər göldə boğulub. Hadisə rayonun Zəfərli kəndi ərazisində yerləşən Ağstafa su anbarında qeydə alınıb. Yaxınlarının bildirdiyinə görə Qazax rayonunun Canalı kəndində yaşayan Xəlilovlar ailəsi istirahət üçün göl kənarına gediblər. Məlumata görə əvvəlcə ailənin kiçik övladının ayağı sürüşüb gölə düşüb. Ardınca böyük qız bacısını xilas etmək üçün gölə atılıb. Bu zaman uşaqların atası Rafael Xəlilov da uşaqları xilas etmək üçün gölə atılıb. Nəticədə ata balaca qızı xilas edə bilsə də böyük qızı Rəvanə Xəlilova və özü suda boğulub. Rizayev Rüfət. Hadisə haqqında bayaq danışdınız, xahiş buyurun. Məndə olan məlumata görə bunlar gedib göl qırağına. Orada ayağı sürçüb qızın. Düşüb suya, atası da köməyə düşəndə boğulublar, ikisi də çıxamayıblar. Sezdən orada cəmaatın köməkliyi ilə gec olub artıq. Çıxardan, ikisi də batıb. Suda batıblar. Mansurov Vasif. İstirahətə gedibmişlər Didvan gölünün qırağına, gölün qırağına. Reçinə uşaq gözdən yağanıb balaca qız uşağı. Gedib suya, böyük bacısı dalınla gedib. Suya düşəndə atası gəlib, balacayı çıxardıb, uşaq çıxıbdır da, yenicə girib suya. Bu böyük qız düşür, ata da dalınla düşür. Pallı paltarı biraz ağır olaraq imkanı olmadı. Bu çıxardamayıbdır, batıb. O kənd uşaqları sağ olsunlar, gəlib çıxardıblar, gec oldu. Rəhmətə gedib ata bala. Onların meyitləri sudan çıxarılaraq məhkəmə tibbi ekspertiza patoloji anatomiya birliyinin publik hüquqi şəxsin Qazax rayon şöbəsinə təhvil verilib. Legal xəbər, Qazax.